Esselamu Aleyküm dostlar, hoş gördük sizleri. Bugün sizlerle yeni bir videoda karşılaşırıq. Bizim bugünkü videomuz Quran-ı Kərimin erabına həsr olunacaq. Artıq biz Quran-ı Kərimdə bəzi surələri erab eləməyə başlamışıq. İnşallah bunu davamlı etməyə çalışacağıq. Gücümüz yetdiyi qədər. Bugün İxlas surəsinin 1-ci ayəsi üzərində işləyəcəyik inşallah. Gəlin birlikdə erab dərslərinə başlayaq. İlk önce burada gördüğünüz gibi Suratul İhlas yazılıb, İhlas suresi. Daha sonra Bismillahirrahmanirrahim ve İhlas suresinin 1-ci ayəsi olan Qul huvallahu ehad. Ben hərəkələrin hamısını oxuyacağım. Çünkü erabda bu bize lazım olacak. Qul huvallahu ehadun olarak tələffüz edeceğim inşallah. Ayənin tərcüməsi de o Allah təkdir kimi tərcümə edilir. Yəni mənaca tərcüməsi. Və gəlin bu ayə içərisində olan sözləri bir-bir təhlil edək. Erab deyərkən yəni təhlil edəcəyik. İlk öncə qul. Yəni de. Tərcüməsi de deməkdir. İndi görək bu sözün qrammatik təhlili necə olunur. Qul fi'lu əmrin məbniyyun aləs-sukuni vəl-fa'ilu damirun mustatirun təqdiruhu əntə. Burada deyir ki, qul, yəni qul fiili, qul fi'lu əmrin, əmr fiilidir. Məbniyyun aləs sukuni, sukun üzərində bina edilib. Yəni, quruluşu sukun üzərindədir. Biz qrammatikadan bilirik ki, əmr fiili nədir? Daima bina edilib. Yəni, burada qul fiilinin son hərəkəsi sukundur. Yəni, bu cür qurulub. Vəl fa'ilu, yəni, failini burada tapmağa çalışırıq. Fail hanı? Yəni hər bir feilin nə olur? Faili olur. Yəni söhbət burada naqis feillərdən getmir. Faili tapmağa çalışırıq və deyir ki, vel failu və fail isə damirun mustatirun. Damir şəxs əvəzliyidir. Mustatirun gizli. Gizli yazılan, yəni üstü örtülü şəxs əvəzliyidir. Təqdiruhu əntə. Təqdir sözünü bir neçə yöndən tərcümə eləmək olar. Yəni nəzərdə tutulan. Yəni burada fail əntə, yəni sən olaraq nəzərdə tutulan nədir? Üstü örtülü, yəni gizli şəxs əvəzliyidir. Yəni feil var, fail isə nəzərdə tutulan əntə şəxs əvəzliyidir. Deməli, qul feilinin qrammatik təhlilini bildik. Artıq keçirik digər kəlmələrə. İndi huva. Deyir ki, burada huva, yəni huva şəxs əvəzliyi, damirun munfasilun məbniyun aləl-fəthi fi məhəlli raf'in mubtədəun. Deyir ki, huva nədir burada? Damirun munfasilun. Munfasilun yəni ayrı yazılan. Ayrı yazılan şəxs əvəzliyidir. Məbniyun, bina edilib, aləl-fəthi, fəthə üzərində. Yəni quruluşu bunun nədir? Fəthə üzərindədir. Fi məhəlli raf'in. Raf halın yerində mübtədəun mübtədadır. Yəni, raf halın yerində nə deməkdir? Yəni, biz bilirik ki, qrammatika dərslərindən mübtəda nə olur? Adlı qaldı olur. Və burada isə şəxs əvəzliyi, belə deyək, bina edilmiş bir sözdür. Yəni, quruluşu bu cürdür. Və harada gəlib? Həmin o, raf halın yerində gəlib. Onun üçün deyir ki, burada raf halın yerində bina edilib. Yəni, fəthə üzərində. Lakin nədir? Mübtədəun mübtədadır. Yəni, huva qrammatik olaraq nədir burada? Mübtəda. Daha sonra Allahu, Allah Azze və Cəllənin ismini təhlil edir və deyir ki, Allahu ismul cələləti mübtədəun sənin mərfu'un və aləmətu rəf'ihi əd-dammətu zahiratu. Deyir ki, ismul cələləti, yəni Allah Azze və Cəllənin ismi, yəni xüsusi ismi və yaxud ismi mübtədəun sənin, mübtədəun sənin, yəni sənin ikinci, yəni ikinci mübtədadır. Yəni huva birinci mübtəda idi. Allahu, Allah Azze və Cəllənin ismi isə nədir? Mübtədəun sənin, ikinci mübtədadır. Mərfu'un, adlı qaldadır, raf halındadır. Və aləmətu raf'ihi və raf halda olmasının əlaməti əd-dammətu zahiratu, yəni zahir, açıq-aşkar, yəni sözün sonunda görünən nədir? Dammədir. Yəni əz-zahiratu, yəni görünən. Deməli, burada huva və Allahu
kelimeleri ne oldu? İkisi de mübteda oldu. Birincisi huve birinci mübteda, Allahu yani Allah Azze ve Celle'nin ismi ise ikinci mübteda. Şimdi geçirik ehadun kelimesini irab etmeye. Ehadun haberun lismil celaleti merfu'un ve alametu raf'ihi dammetu zahiretu. Bura kadar irab edildik. Deyir ki ehadun kelimesi haberun haberdir lismil celaleti. Yani Allahu isminin neydir? Haberidir. Merfu'un adlı kaldadır. Ve alametu raf'ihi dammetu zahiretu. Ve adlı kaldı olmasının əlaməti ise nedir? Sözün sonunda gördüğünüz bu dammedir. Daha sonra devam edir ki ve cümletu Allahu ehadun. İndi burada fikir verin. Yani bu Allahu ehadun az önce irab ettiğimiz Allahu ehadun. Yani bu iki söze cümle deyir burada. Ne için? Çünkü tam mana verir. Cümle şeklinde. Allahu ehadun. Yani bunu aye kenarından götürsək. İndi desək ki Allahu ehadun. Allah nedir? Tektir. Yani bu özü cümlədir. Mübtəda xəbərdən ibarət cümlədir. Lakin burada Allahu ehadun ikisini bir yere götür. Deyir ki ve cümletu. Yani Allahu ehadun cümlesi nedir? Fi mahalli raf'in haberul mubtada'i huve. Burada deyir ki Allahu ehadun cümlesi fi mahalli raf'in raf halın yerinde haberul mubtada'i huve. Yani huve mübtedasının neyidir? Xəbəridir. Deməli burada belə bir qayda çıxır ortaya. Huve birinci mübteda, Allahu lafzul celale yani ikinci mübteda, ehadun haber. Daha sonra Allahu ehadun yani bir cümlede gördüğünüz gibi birinci ikinci mübteda var. Yani iki mübteda, ehadun ise haber. Yani iki mübteda bir haber. Ve daha sonra Allahu ehadun bu ikisi birlikte ne olur? Huvanın yani bunun yukarıda olan şəxs əvəzliyi huvanın ne olur? Haber olur. Yani burada iki mübteda sanki iki tane de haber olur cümlede. Ümumi olarak İrab biraz olabilir. Kimlərsinizsə biraz belə deyək, gəliz gəlir. Lakin zamanla qaydasına düşən bir dərsdir. Bununla mütəmadi məşğul olmaq lazımdır ki, burada qeyd olunan, belə deyək, qrammatik qaydaları anlamaq olsun. Əgər siz misal olaraq keçmişsə bu şeyləri, feil nədir, fail nədir, mübtəda nədir, xəbər nədir, məsələn, dammə nədir, ümumi olaraq aşkar yazılan dammə nədir, müstətir və yaxud gizli yazılan, belə deyək, şəxs əvəzliyi nədir, ümumi olaraq bunları bilirsinizsə, inşallah bu sizə asan gəlir. Yox, bilmirsinizsə biraz çətinliklə qarşılaşacaqsınız. Yəni burada gördüyümüz kimi sadəcə olaraq bir dənə Qul huvallahu ehadun belə deyək bir ayənin irabı budur. Yəni irəlidə inşallah digərlərini də eləməyə çalışacağıq. Sizin də nə suallarınız olsa irabla bağlı inşallah əlaqə saxlaya bilərsiniz və yaxud YouTube bölümündə kommentdə, yəni şərhlərdə yaza bilərsiniz. Zaman daxilində inşallah biz də bu sualları cavablandırarıq. Bu günlük bu qədər. Ümid eləyirəm bu dərslərin ardın gəlməsini istəyəcəksiniz. Əgər bu cür istəyirsinizsə, dərsləri bəyənib paylaşmağı və şərh bölümündə bunu bizlərə bildirməyi unutmayın. Gələn dərslərdə görüşənədək, Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.